zamin əsas borclu borcu ödəmədiyi halda, yəni kredit götürən şəxs borcu ödəmədiyi halda onunla eyni məsuliyyət daşıyırmı? Əsas borcu sağ ola və ya kredit borcunu ödəməkdən yaymaq üçün ölkəni tərk etmədiyi halda və ya digər səbəblərdən borcu ödəmədiyi halda zamin borcu ödəməlidir, yoxsa zamin bütün hallarda borca görə məsuliyyət daşıyır? Azərbaycan Respublikası Mülki Məcəlləsində zaminlik üçün, yəni Konstitusiya Məhkəməsi tərəfindən də formalaşdırılan mövqe bundan ibarətdir ki, iki cür yanaşma mövcuddur. Solidar məsuliyyət və subsidiar məsuliyyət. Solidar məsuliyyət eyni məsuliyyətdir. Yəni, əsas borclu kreditorun qarşısında nədirsə, zamin də odur. Subsidiar məsuliyyəti isə əsas borcu ödəmədiyi halda zamin də odur. Yəni, bütün mümkün vasitələrlə əsas borcunu ödətdirmək mümkün olmur. Ondan sonra zaminə keçilir. Faktiki olaraq bugünkü təcrübədə istifadə olunan və bankların istifadə etdiyi məsuliyyət tipi solidar məsuliyyətdir. Yəni, eyni məsuliyyətdir. Bu baxımdan da müqavilə şərtlərinə müvafiq olaraq əsas borcu ödəmədiyi halda məhkəməyə müraciət olunur və məhkəmə borcu müştərək qaydada tutulması barədə qətnamə qərar qəbul edir və o cümlədən mövcud qanunvericiliyə əsasən icra qeydi formasında da icra sənədi qəbul oluna bilir və həmin icra sənədi əsasında icra tədbirləri borcu barəsində hər ikisi barəsində eyni icra tədbirləri görülür və kimdən mümkündürsə pulun tutulması barədə qəbul olunur və həmin o yöndə də addımlar atılır.